Mələrdir, məzmunsa nədir? Birdir. Deməli, Fatimə Zəhra salamullahi əleyhanın dünyaya gəlməsi haqqında Şeyx Səduq rəhmətullahi əleyhin Uyun Əxbar-ı Rıda kitabında bir hədis var. Hədisin sənədini də araşdırmışam, səhihüs sənəddir. Rahat bunu hər yanda nəql eləyə bilərsiniz. Əbdüssalam ibn Salihil Hərəvi adında bir ravi, bu adam İmam Rızanın dönəmində yaşayıb. İmam Rızanın əshabından olub. İmam Rıza aleyhissalama suallar verir və İmam Rıza aleyhissalam da müəyyən suallara cavab verir, izah verir, gəlir bu hissiyə. Peyğəmbər buyurdu. İndi bəziləri deyəcək ki, İmam Rıza hara, Peyğəmbər hara, aralarında bir 150 il fasilə var. Mənim internetdə bir dərsim var. Əhl-i Beytin Peyğəmbərə birləşən hədis yolu. Əhl-i Beytin Peyğəmbərə birləşən sənədi var. İmam Rıza aleyhissalam desə ki, qalə Rəsulullah, Allah Rəsulü belə buyurub, İmam Rızanın sənədi var. İmam Rıza Peyğəmbərin dönəmində yaşamayıb. O deyəndə ki, eşitdim Peyğəmbər belə deyib, elə demir. Peyğəmbər belə dedi. Peyğəmbər belə deyib. İndi bu Peyğəmbər belə deyib elmini İmam Rıza hardan əldə edib? Sənədi var Peyğəmbərə birləşən. İmam Rızanın da, İmam Musa Kazımın da, İmam Baqirin də, İmam Sadiqin də, bütün imamların Peyğəmbərimizə birləşən səhih sənədi var. Hər yanda təkrar olunmur. Bir dəfə bəlli oldu, sonra onu qeyd eləməyə heç ehtiyac yoxdur. İmam Rıza aleyhissalam buyurur ki, Peyğəmbər belə dedi. Bu, mürsəl hədis deyil, musnəddir. Hələ Peyğəmbərə birləşən hədisdir. Çünki o dərsimə baxan bilər ki, imamların Peyğəmbərə birləşən hədis yolu necədir? Səhih, mötəbər kəlamlarla sübut eləyirəm orada onu, Əhl-i Beyt yolu ilə. Peyğəmbər buyurur ki, o vaxt ki, məni Allah Taala miraca apardı. Uricə bi. Ədxələniyəl cənnətə. Allah məni cənnətə saldı. Lütf elədi mənə, mərhəmət göstərdi mənə, məni Allah Taala cənnətə salıb. Yəni Peyğəmbər cənnətin qapıları açılmamış, qiyamət günü olmamış, cənnətə nədir? Daxil olub. Hədis də səhih sənəddir. Bu, Əbdüssalam ibn Salihil Hərəvinin nəql elədiyi hədis səhih sənəddəndir. Cəbrail əleyhissalam Peyğəmbərin əlindən yapışır, Peyğəmbəri cənnətə neynir? Daxil edir. Fənavələni min rutabihə. Rutab, xurma, bizim bildiyimiz xurma. İndi tər xurmadır, xurmanın hansı növüdür, onun özünün mövzusu var, işimiz var. Yəni xurma, cənnət meyvəsi. Cənnət meyvələrindən birini Peyğəmbərə neynir? Təqdim edir. Peyğəmbər buyurur ki, elə orada o meyvəni mən neynədim? Yedim. Və o meyvə vücudumda Fatimənin dünyaya gəlməsi üçün bir vasitəyə çevrildi. Və o cənnət meyvəsinin formalaşmasıyla Fatimə Zəhra neynir? Bu günləri Peyğəmbərin evində dünyaya göz açır. Bu günləri Məkkədə Peyğəmbərin evində dünyaya göz açır və hər yanı sevinc bürüyür. فَكُلَّمَا اِشْتَقْتُ اِلَى الْجَنَّةِ. Səhih hədisdə Peyğəmbər buyurur, hər dəfə cənnət üçün darıxanda, cənnətə şövq eləyəndə, cənnətin iyini duymaq istəyəndə, şəməmtu raihət ibnəti Fatimə.
Fatimənin iyniyərdim. Yəni Fatimə Zəhra salamullahi əleyha ətir vurmurmuş. Hələ Fatimə Zəhranın vücudundan cənnətin qoxusu gəlirmiş. Peyğəmbərin kəlamıdır bu. Peyğəmbər buyurur ki, cənnətin qoxusunu, iyini duymaq istəyəndə Fatimə Zəhranı neynirdim? İyniyirdim. Peyğəmbərin cənnətin qoxusunu Fatimə Zəhradan alırmış Peyğəmbərimiz. Peyğəmbərimiz bu gedişatda hədisin mətnində belə bir söz deyir. Fəfatımətu həvra insiyyə. Fatimə Zəhra huriyə deyir ya. İnsan cinsindən olan bir hurdur. Vəsf olunur, cənnət hurul əyn. Peyğəmbər Fatimə Zəhraya bir məqam verir. Fatimə havra insiyyə. İnsan cinsindən olan bir hövradır. Yəni cənnət əhlidir Fatimə Zəhra. Hədisin sənədi də səhihdir. Bu günləri bu tarixçə ilə Fatimə Zəhra Peyğəmbərin evində dünyaya göz açır. Peyğəmbər və əhl-i beytinə salavat göndərir.